bu işdə birincisi çox şey ya, bir şey yox, çox şeyi qurban verməlisən. Siz təsəvvür edin, mən ildə bir dəfə rayona gedəndə, anamı görəndə sevinirdim. Elə il olub ki, 2 il, 3 il mən rayona getməmişim, görməmişim. Mən qardaşımın toyunda olmamışam, bacımın toyunda olmamışam, toyunun birində olmuşam, birində zuborda olmuşam, gedə bilməmişəm. Yəni, bunlar qurban tələb edir. Çünki sən ya məşq toplantısına getməsən, ya yarışa getməsən, ya da ad gününə, toya, bayrama. Bunları birinci növbədə bunları qurban verməlisən. İkinci növbədə sən düzdür, sənə başa düşən dostlar olmalıdır. Əyləncə yerlərindən uzaq olmalısan, özləri sən uzaq eləməlidir ki, sən idmançısan, olmaz. Əylənə bilmirsən, gəzə bilmirsən, yenə deyirəm, toya, yasa, çox yerə gedə bilmirsən, bunları qurban verirsən, hələ bu görünən tərəfidir, qohumlar tərəfi, dostluq tərəfidir. İdmanın içinə gəldikdə isə siz təsəvvür edin ki, insan 20 il, 18 il, 20 il, 25 il hər bir karyera müddəti var da, eyni şeyi nə qədər davam eləyə bilər? Uzaq başı bir həftə, 10 gün. Biz 20 il eyni şeyi davam elətdiririk. Az ye, onu yemə, bunu yemə, çəki saxla, çəkivə bax, gündəlik 3 dəfə məşq, məşq vaxtı barmaq sınır, bildirmirsən, barmaq çıxır, bildirmirsən, çiyinin əzilir, belin əzilir, hamımızın bu dəqiqə elə bir zədələri var ki, aparata salsan, aparat göstərməz də, yəni xarab olur. Yəni bu zədələrdir, ailədən uzaq düşməkdir, uşaqdan uzaq düşməkdir, məşq proseslərinin ağırlığıdır. Elə moment gəlir, yaranır ki, sən həm özünlə mübarizə aparırsan, həm psixoloqunla mübarizə aparırsan, yerində olmalıdır. Həm hakimlə mübarizə aparırsan, həm rəqiblərinlə mübarizə aparırsan, həm səni istəməyən məşqçi. Ola bilər də elə bir şey yaranar ki, məşqçi səni istəməsin. Məşqçi ilə mübarizə aparırsan, çox şeylə mübarizə aparırsan. Bunların hamısı ayda ola bilər ki, 50-50-yə qalmış bir vəziyyət olsun ki, bunların hamısı getsin hansısa bir yarışa. Görərlər ki, barmağın çıxıqdır, qırılıbdır. Məsələn, sənə avtomatik qırağa qoymalıdırlar ki, zədəsi var. Sən o qırığı da gizlədirsən, çıxığı da gizlədirsən. Yəni o əzab əziyyətə dözə-dözə qırığın ağrısından məşq edirsən. Səndə elə olub ki, məsələn, sınıq əlin olub, sınıq barmağın olub, yəni ki, bu əl deyəndə ki, barmaqdan söhbət. Bu tək məndə yox, bu nə qədər bildiyin bu nəticə verən idmançı var, 55-indən tutmuş 130-una kimi. Mən əminəm ki, bunların hamısında içimən qarışıq, hamımızda olubdur.